Hörmətli izləyicilərim, Master Class servisi salınır. Qarşınızdakı İmergaz Mini Yolo modelində E27 xəta kodu ilə bağlı problem var idi. Hal-hazırda gördüyünüz kimi aparat vasitəsilə plaka sensoru yuyulur. Ancaq öncədən qeyd edim ki, plaka sensoru yumadan öncə burada müəyyən işlər görülməlidir. Çünki E27 xəta kodu tək plaka sensorun tutulması ilə, yəni kireçləşmesi ilə bağlı problem deyil. Hal-hazırda gördüyünüz bu soyuq suyun şalteri, yəni soyuq su daxil olur. Burada maqnit vasitəsilə komanda gedir plataya, plata qarelkanı yandırır. Əgər şalter sıradan çıxarsa, belə deyək, qaynama baş verə bilər və E27 xəta kodu baş verə bilər. Pompanın sıradan çıxmasıyla da bağlı o problem yarana bilər. Mənim vəziyyətimdə yenə də deyirəm, plaka sensor xətası baş vermişdi, yəni daha doğrusu kireçləşmişdi, onu aparat vasitəsilə yumasını həyata keçirirəm. Ancaq yumadan da öncə yenə də deyim sizə ki, açıldı bu, mən bunu açdım və bunun 4 dənə hissəsi olduğuna görə 2 hissəsi isti suyundur, 2 hissəsi isə ana sensordan gələn isti suyun plaka sensorun qızmasını həyata keçirir. Onun da gözləri tutulmuşdu, uzun müddət kombi yuyulmurdu. Onu belə deyək də, kənarda 2 hissəsini yuyandan sonra qalan 2 hissəsini isə aparat vasitəsilə yumasını həyata keçirirəm. Sizin də kombinizdə, İmergaz və digər kombinizdə isti su ilə bağlı problem varsa və hər hansısa bir xəta kodu ilə bağlı problem varsa, aşağıdakı nömrələrlə və ya belə deyək, şərhlərdə probleminizi qeyd edə bilərsiniz. Usta xidmətimizdən yararlana bilərsiniz. Videonu bəyəndinizsə like eləyin, kanala abunə olmağı unutmayın. Diqqətinizə görə sağ olun.